Burada hətta imamın öz qardaşları belə imama zülm eləyirlər. İmamın dalıyıcan danışırlar ki, nauzubillah, uşaq ondan deyil və ilaxır və s. axmaq sözlər deyirlər imamın dalıyıcan. Nəysə, əl-mühim, bu hadisə, bu fitnədə bu cür sona çatır həmən o qəvvafların, qiyafəyin adam təyin edilənlərin işi ilə. İmam Cavad əleyhissalam imaməti dövründə bir neçə dənə fitnənin qabağını aldı. Həmən o fitnələrdən biri də qulatlar idi. Yəni qulatlarla elmi mübahisələri, onları lənətləməsi, onları İslam cəmiyyətinə və Şiə cəmiyyətinə uzaqlaşdırmağı. Tarix boyu necə ki, nasibilərdən əzab görüb imamlar, eləcə də qulatlardan da. Hələkə fiyyə rəculan, muhibbun qal və mubğidun qal. Əleyhissalam o vaxt deyirdi. Mənim barəmdə, bizim barəmizdə, Əhl-Beyt barəsində iki dəstə bədbəxt olacaq, həlak olacaq. Bir dəstəsi sevdiyindən bizi aparıb Allah yerinə qoyur, küfr eləyir. Bir dəstəsi də düşmənçilikdən nasibi olur, kafir olur. Hər bir imamın dövründə qulatlar olduğu kimi, İmam Cavad əleyhissalam da dövründə qulatlar başalıb gedirdi və